Herkese salam, kanalımıza ve yeni videomuza hoş geldiniz. Müğənni Rəqsan İsmailova konsertdən öncə jurnalistlərlə söhbət edib. O, Fazil Əmraslanov haqqında da verilən sualları cavablayıb, həmin anları sizlərə təqdim edirik. Asıl heyecanlı. Aysel yaxşı. Əla. Uğurlar. Kamera. Eləcənəm açıb soyunu. Nə deyirsən Aysel? Təqdiyyəsində bacı. Camal. Bilirəm. Öyle sen logondan aldılar. Kalem baslarını. Rəqsan xanım, bir game olacaq bugün. Bir dənə game. Bugün bir dənə game olacaq. Çünki hər gün işlər olduğuna görə təkliklərə hər gün başqa gamelər hazırlandığına görə biraz nələrə alırıq ki, oynayacağıma verəyim. Bugün tamaşaçılar sizdən yeni repertuar gözləyir, yoxsa köhnə mahnılara nəfəs verəcəksiniz? Köhnə mahnılarını gözləyəcəm, yeni tərzdə və yeni mahnılar olacaq. İnşallah. 2026'ya düşünülmüştü konsept turnesi. Ama öyle oldu ki Allah Tekamra sevgilerdi sonlarına. Əsas odur ki, Qızların ikisindən səhnə alacaqsan, yoxsa ayrı-ayrı? Aslında yalnız da bugün mənim yanımda olacaqlar. Mən bu qədər insanı qəşqədən çox sağ olun. Üçünüzün dueti olacaq bir yerdə, yoxsa? Ayrı-ayrı. Ayrı-ayrı. Nə gözəl. Qısa bir müddətdən yenidən konsertlə qarşılaşırıq. Həyəcan var, yoxsa necə? O sənətçi ki, səhnənin həyəcanını hiss eləmirsə, deməli, o sənətçi deyil. İstər konsert proqramında, istər el şənliyində, istər istəməz, ilk çıxışda həyəcanı xəbər. Maraqlıdır Rəqsanə xanım, ilk səhnəyə çıxanda həyəcanlı olacaq, yoxsa kədərli? Bu hal-hazırda hansı ab-havadadır? duygular karışık. Kədərliyəm, hisslər qarışıq. Tamaşaçılara pozitiv ötürəcək, yoxsa qəmli notlardan görəcək? İstəyirəm tamaşaçılardan uğurlar olsun. Allah eləməsin. Can, başladım. Deyirəm ki, hərdən mamam mənə deyir ki, mən kişi doğmuşam. Deyirəm ki, o qədər kişi doğmuşam dedim. Axırda kişilərin getdiyi yerə göndərdim məni. Bəsdir də, deyirəm qadın doğmuşam. Çox sağ olun, təşəkkür edirəm. Bir daha axşamınız xeyir olsun. Xoş gəlmişsiniz, hər birinizi sevirəm. Allah razı olsun, çox sağ olun. Nə yaxşı ki varsınız. Bilmirəm sizə nə qədər ürəyimdə o qədər sözlərim var deyiləcək. Sizə nə deyim ki, ürəyim rahatlansın. O qədər sizdən razıyam. Mənim dəyərli xalqım. Allah sizi var eləsin. Siz ki insanların, necə deyim, mənim o pandemiyada etdiyimi heç biriniz unutmamışsınız. Hər gün mənə dualar etmişsiniz. Qızımın yanında olmuşsunuz. O yazdığınız hər bir kəlməyə görə hamınızın qarşınızda baş əyirəm. Siz ki məni düşünmüşsünüz və bugün yanımdasınız. Ötürəm, sizi bağrıma basıram. Və istəyirəm burada bir məqamı sizə göstərim və siz biləsiniz. Bax, o gördüyünüz masada 2 nəfər oğlan oturubdu. Xahiş edirəm Hikmət mənim bir ayağa durasınız. Və Rəsul, sən də. Bax, bu gördüyünüz bu 2 qardaş, 2 oğlan 3 ay mənlə bir yerdə demək olar ki, döyüşüblər.
Bunu bir alqışlayalım, xahiş edirəm. Hikmət, çox təşəkkür edirəm sənə. Sən mənə qardaş, sən mənə ata. Nə bilim, bəlkə də oğul oldun mənə. Səndən çox dava eləmişəm. Bütün hayfımı səndən çıxmışam. Rəsm, bütün davalar açmışam, heyfimi səndən çıxmışam. Amma sizin əziyyətinizi mən danmaq istəmirəm. Bu hər iki oğlan mənim vəkillərimdir və mənə çox böyük dəstək olurlar bunlar. Mən bunlara bilmirəm, nə deyim ki, nə eləyim ki, bunlar qəbul etsinlər və bir məsələ qalıbdır. Hikmət, bilirsən də o nədir? İnşallah Allahın izniyle onda hikmət həll edər Allah bilirsə. Çox sağ olun, var olun, əziz qardaşlarım. Təşəkkür edirəm sizə. Allah sizi qorusun. Çox təşəkkür edirəm. Minnətdaram hər ikinizə. Çox sağ olun. Və davam edirik. Deyirəm, bəlkə oynaq mahnılar oxuyaq. Bu xanımlar da rəqs eləsinlər. Gəlsin mahnılarımız, xahiş edirəm.